Divan-ı Lüğat-ı Türk ilk Türkçə-ərəbcə yazılan Dairətul Ma'rifdir. Divan, türklərin tarix, folklor, osturəşinasi, tibb, coğrafiya, ədəbiyyatından oluşubdur. Bu yüzden ona sözlük ya lüğətnamə yox, bəlkə divan deyilir. Mahmud Kaşqari bu divanı 11-ci miladi illərində ərəblərə türkçə öyrətmək üçün yazıbdır. Divan Lüğat-ı Türk doludur indiki bizim dildə işlədilən lüğətlər, atababa sözləri və çoxlu yer adı o cümlədən Qum və Qəzvin. Divanın bir nüsxəsi neçə yüz ildən sonra İstanbulda tapılır, amma tapılan nüsxə əsli divan deyil idi. O 200 il Kaşqərinin yazdığı divandan sonra Savə Türki xəttat Məhəmməd Savinin xətti ilə yazılmış nüsxə idi ki, indi İstanbulun Fatih Milli Kitabxanasında saxlanılır. Divanın İranda ən düzgün və dəqiq tərcüməsi Döktür Hüseyn Məhəmmədzadə Sədiqə aiddir. Divan Lüğat-ı Türk kitabını Barış Səsi saytından %10 təxfiflə ala bilərsiniz.